Bir nəfər gəlirdi ki, məsələn, mən namazı, bilsən necə qılıram, istəyirəm tez bazar qutarım, neyniyim? Adətən rükuda, səcdədə nə duası deyirsən? Subhanə Rabbiyəl azim və bihamdi. Bir dəfə deyirsən, deyirəm 7 dəfədir, 9 dəfədir. Çoxdur. Ta o vaxta qədər ki, sən rükuya getdin, içində sənə deyən var, qalx, təzələ, qutar, təzələ. Ta o səsini kəsənə qədər. Onun əksini elə. Bu süst olan adamlar var, halbuki hədisimiz də var da, münafiqin namazı süst olar. Hələ bu qorxucu xəbərdarlıq edir ki, birdən münafiq olarsan ha. Namaza bu cür nə süst yanaşma, namaza bu qədər laqeyd olma. Onun ən qəşəng variantlarından biri elə cəmaət namazıdır da, bilirsiniz də. Yəni o daha gözəl olur. Və Allah istədiyi kimi əvvəlindən yerək bu işə elə başlayasan ki, dəstəmazı da o sevgi ilə alasan. Oradan başlayır da hər şeydə.